Hər vaxtınız xeyirli olsun. Xırdalanda 6 otaqlı həyət evi satışdadır. Evin göründüyü kimi qarajla birlikdə 3 mərtəbədən ibarətdir. Yəni birinci mərtəbədə qaraj və həyət yerləşir. İkinci mərtəbə və üçüncü mərtəbədə isə yaşayış otaqlarıdır. Evə daxil olduq, yəni həyətinə daxil olduqda belə bir həyəti, evin üst görünüşünü bir daha göstərim. Buradan da qaraj yeri göründüyü kimi açıq saxlanılıbdır. Həyətə maşın qaraja daxil olduqdan sonra bax belə bir açıq yer saxlanılıbdır ki, həyətə keçmək asan olur. Qaz, su, işıq daimidir. Sayğacların hər biri qoyulubdur. Burada da belə bir yer saxlanılıb. Orada bir kladovka yeri var ki, müəyyən əşyaları da orada yerləşdirmək olar. Hətta burada kanalizasiya sistemi də çəkilibdir ki, su xətti də çəkilib. Mətbəx də yaratmaq olar burada. Yay mətbəxi kimi də düzəltmək olar. Həyətin trap xətti var. Sayğaclar qeyd etdiyim kimi qoyulubdur. Evin də torpağında sənədləri var. Çıxarış mülkiyyətdir, fərdi yaşayışdır. Evə daxil olduqda bura birinci mərtəbə, bax belə bir geniş dəhlizi qoyulubdur. İçəridə yəni burada şkaf yığmaq olar. Pilləkənlər mərmər yığılıbdır. Tam təmirli vəziyyətdədir. Və burada sağ tərəfdə bir otaq yerləşir. Burada mətbəxi yerləşir. Onu da qeyd edim ki, döşəməsi istilik sistemidir. Birinci mərtəbədə bura hamam otağıdır, metlaq kafelli. Hamam otağı, mətbəx, dəhliz, istilik sistemidir döşəməsi. Burada isə çox geniş bir zal otağı yerləşir. Zal otağı da göründüyü kimi 3 pəncərə qoyulubdur. Kondisioner üçün işıq xətti çəkilib, TV üçün işıq xətti çəkilibdir. Tam təmirli vəziyyətdə. Genişdir, kifayət qədər geniş bir zal otağıdır. Birinci mərtəbə ilə tanış olduq. İndi isə ikinci mərtəbəyə qalxaq. Bir daha qeyd edim ki, mərtəbələr arası monolit betonludur. Üçüncü mərtəbəyə qalxdıqda, yəni yaşayışın ikinci mərtəbəsinə 4 otaqdan ibarət, 4 yataq otağı yerləşir burada. Bura bir otağı. Burada ikinci bir otaq. Gördüyünüz kimi otaqların hər biri tam təmirli vəziyyətdədir. Bura balkonudur. Və burada bir otaq burada saxlanılır. Bura çox güman ki, uşaq otağı kimi nəzərdə tutulub və pəncərəsi burada bu hissəyə baxır, koridora. Burada isə bir yataq otağı, dördüncü bir yataq otağı. Kondisioner üçün işıq xətti burada da çəkilibdir. Qeyd etdim ki, sənədlər tam qaydasındadır. Evin də torpağında sənədlər var. Notarial qaydada alqı-satıya gedəcək və ipoteka ilə ev almaq istəyənlər bu evi asanlıqla əldə edə bilərlər. Burası hamam otağıdır. Aksesuarlar alıcı vasitəsi arasında razılaşma yolu ilə qoyula bilər. Evin başlanğıc qiyməti 165 min manat deyilir. Real alıcıya indirim alınacaqdır.